Salam dostlar, mən Onur Rəsulov, Azfinlabdan. Bu gün bir nüansı sizinlə paylaşmaq istəyirəm. Mən ümumiyyətlə maliyyə bazarını araşdırarkən, təxminən 2022 belə deyək, o həmin müddətə qədər hər zaman bazarda bir qanunuyğunluq olduğunu düşünürdüm. Lakin oxuduğum məqalələr olsun, akademik belə deyək də yazılar olsun və yaxud da kitablar olsun, əksəriyyətində qeyd olunur ki, xüsusilə bu akademik belə deyək də sferada yazılan, maliyyə bazarı ilə bağlı yazılan məqalələrin hətta 95% iddia edir ki, bazar randomdur. Yəni bazar təsadüfüdür. Tutaq siz məsələn mən buradan avro dollara alış açmışam hal-hazırda. Diqqət edin, real hesabda bu mən alış açmışam və gözləyirəm. Onların yanaşması budur ki, məsələn, tutaq ki, sən buradan alış açmısansa, bu 50-50-dir. Yəni 50% sənin doğru olma ehtimalın var, 50% yanlış olma ehtimalı var. Yanaşma budur. Lakin bu mənim məntiqimə yatmır. Çünki əgər bazar 50-50-yə işləyirsə, o zaman mən bunu garanti verirəm sizə, nə hedge fondlar, nə kvant fondlar, heç kimsənin burada uğurlu olma şansı yoxdur. Sonunda itirəcək. Çünki bazarlarda əgər 50-50 yanaşmasından gediriksə, o zaman the law of large numbers deyə, böyük ədədlər qanunu deyə bir şey var. Bu nə deməkdir dostlar? Tutaq ki, qəpi yatırsınız. Qəpi indi head and tails deyirlər də, nə bilim, head üzü olsun və ya da tails üzü olsun. Azərbaycanda bilmirəm nə deyək ona. Fərz edək ki, qəpi yatırıq. Siz nə qədər çox qəpi yatsanız, sonda o üzlərin belə deyək də gəlmə, o qəpinin hansı üzünün gəlməsi 50-50 paylanacaq. Yəni bu qaçınılmaz bir qanun yoxdur. Belə olan halda, yəni sizin nəsə araşdırmanız, nəsə bir strategiya inkişaf etmənizin heç bir mənası yoxdur. O zaman heç kim qazanmamalıdır. Və mən bu düşüncədən yola çıxaraq araşdırma başladım. Həqiqətənmi elədir? Və sonra dostlar, uzun araşdırmalardan sonra mən tapdım ki, xeyr, bazar heç də random deyil, qəti şəkildə. Əgər random olsaydı, qiymət məsələn anidən bu hissədən qəplə bu hissədə açıla bilərdi. Bazarda müəyyən boşluqlar yaranardı. Ya bu mümkün deyil. Amma diqqət edin, indi bazar bu səviyyəyə gəldi. Deyəcəm ki, bu səviyyələrin hər birisinin arxasında bir riyazi formula, hesablama qaydası dayanır. Mən dünənin qiymətini alıb bu günə əsasən proyeksiya etməyə çalışıram və məsəl üçün bu səviyyədə mən alış açdım. Diqqət edin. Hal-hazırda mənfəətliyəm və gözləyirəm. Təxminən bu hissəyə qədər gələcəyini düşünürəm. Bu hissədən belə deyək, əməliyyat açdım, alış açdım. Bu əməliyyatı açarkən artıq mən hər hansı bir intusiyama, aha burada çox ucuzlaşıb indi bahalaşacaq yanaşmasına görə deyil. Mən hesablayıram, bir hipotez irəli sürürəm, o hipotezimi statistik olaraq test edirəm. Bizim kimi pərakəndə traderların bazarda sağ qalmasının bir yolu var. Siz bazarda bir qanunuyğunluq tapmalısınız və onu statistik olaraq ölçə bilməlisiniz. Əgər bunu tapa bilməsəniz, bu bazarda uğurlu olma şansınız sıfıra bərabərdir. Mən bunu əminliklə deyirəm sizə. Çünki bir çox insanda belə bir düşüncə var. Məsələn, düşünürlər ki, siqnal kanalları var. Mən siqnal alacağam, ticarət edib oradan pul qazanacağam. Ki siqnallar da onun necə işlədiyini bilmirsinizsə və ya da nəyə əsasən formalaşdığını bilmirsinizsə, böyük zərər edə bilərsiniz. Bir digər yanaşma, müəyyən məsələ xəttlər çəkirlər, belə trend xətti, yəni vizual analiz edirlər. Bunlar da ki, subyektiv analizə əsaslanır. Amma bazarda işləyən qanunuyğunluq belə deyək də statistik təhlilə əsaslanır. Və siz statistik təhlili bilsəniz, öyrənsəniz, ondan sonra bazarda müəyyən ona belə deyək də bir edge deyirlər, bir kənar tapa bilərsiniz, bir avantajlı belə deyək də giriş və çıxış nöqtəsi tapa bilərsiniz ki, onunla ticarət edə bilərsiniz. Yəni mənim istifadə etdiyim sistemlər daha çox kvantitativ metodlara əsaslanır. Bu hər hansı ənənəvi indikatorlara yox, moving average'lər özünü bir-birini cross elədirsə alışa keç, EMA belə siqnal verdi, 30 günün ortalaması buradan keçdi, 20 günün ortalaması belə keçdi, Ichimoku buludunun üzərinə keçdi. Bu yanaşmalar kifayət qədər problemlidir. Bunun da səbəbini mən əslində təlimlərdə izah edirəm. Çünki bu indikatorların məntiqi ortalama məntiqinə əsaslanır ki, ortalamada nə qədər dəyişib. Amma unutmayın, maliyyə bazarlarının belə deyək də işləmə mexanizmi ortalama treyderləri sıfırlamaq üçündür. Bunu unutmayın. Çünki ortalama yanaşması maliyyə bazarlarında işləmir. Əsas səbəb olur ki, bazarlarda bir standart kənarlaşmalar olur. Bizim öngörə bilmədiyimiz standart kənarlaşmalar olur. Siz 5 dənə treydi qazanırsınız. 6-cı o sizin istifadə etdiyiniz sistemlərdə movinglər olsun, MACD-lər olsun, Ichimoku-lar olsun, tamamilə yanlış siqnal verir və böyük zərərə gedə bilirsiniz. Və yaxud da ki, flatə düşür, bir aşağı gedir, bir yuxarı gedir, bir aşağı gedir, bir yuxarı gedir. Siz ümumiyyətlə o flatdən pul qazana bilmirsiniz. Ya bu baxımdan daha çox bazarda əgər araşdırırsınızsa, kvantitiv tərəfdən yanaşın ki, statistik olaraq bazarlar necə işləyir. Məsələn, birisini mən sizə deyim. Bazarda əgər belə deyək, bir qanunuyğunluq tapmaq istəyirsinizsə, hər bir maliyyə ələtinin günlük ədalətli qiymətini hesablayın və qiymətin həmin səviyyədən nə qədər uzaqlaşdığını hesablayın və ona əsasən backtest edin görüm bazar hər hansı bir maliyyə alətində məsəl üçün ortalamadan gün ərzində nə qədər uzaqlaşır və hər hansı bir qeyri-adi hadisə baş verməyibsə, tutaq ki, ortalamadan 3 sigma uzaqlaşıbsa, əmin olun ki, bazar oradan bir pullback etməlidir. Məsələn, bir statistik qanunuyğunluq budur. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Yəni burada mənim sizə çatdırmaq istədiyim odur ki, əməliyyat açarkən təsadüfən deyil, hər hansı bir intuisiya deyil, statistik bir qanunuyğunluğa əsaslanmaq lazımdır və önəmli olan da o statistik qanunuyğunluğu tapmaqdır. Sağ olun dostlar, ümid edirəm faydalı olmuşdur. Əgər sizin üçün maraqlıdırsa, belə videoların ardını gözləyirsinizsə, kanala abunə olmağı unutmayın.